Mən bu cihazı bir neçə il istifadə edirəm. Və gəlin baxaq görək, doğrudan da M4 Pro bu qədər güclüdür, yoxsa sadəcə marketinq hiləsidir? Yəni bu qədər pulu buna verməyə dəyərmi? Mən Nurlan, hamınızı salamlayıram. Bu dəfə qarşınızda M4 Pro çipli MacBook Pro ilə gəlmişəm. Nə? Abunə olmamışsınız? Yeni kanala dəstək olmaq istəmirsiniz? İstəyirsinizsə onda kanalıma abunə olub bir dənə zınqırovu aktiv edin, videoya başlayaq. Qutunu təqdim eləməyəcəm. Çünki İçindən qeyri-adi bir şey çıxmır. Bildiyiniz kimi minimal Apple tərzi qutudur. Heç bir artıq detal yoxdur içində. Səliqəli şəkildə yerləşdirilmiş MacBook Pro 70 W'lıq adapter, USB şarj kabeli. Amma USB şarj bir tərəfi MagSafe'də, ondan danışacağam. Yəni Apple'ın klassik yanaşmasıdır. Bu arada USB şarj kabeli MacBook'un rənginə uyğun toxuma ilə gəlir, gördüyünüz kimi. Dizaynla danışmaq istəyirəm. Bildiyiniz MacBook Pro dizaynıdır. Neçə illərdir belə davam edir bu. Məncə gücü yəqin daxilə veriblər, ona görə belə dizayna dəymirlər. Həm də dizayn daha premial görünməsi deyərdim. Yəni əlivi alanda birbaşa o Pro səviyyəsini hiss eləmək olur bunda. Qalınlıq 1,55 sm-dir, təxminən 1,6 kq ağırlığı var. Həm yığcamdır, həm də uzun müddətli istifadə üçün ideal balans yaradır. Notebook heç bir halda sizi yormur deyə bilərəm. Gəlin keçək texniki hissələrə. M4 Pro çipi TSMC-nin 3 nanometrli yeni arxitekturası ilə hazırlanıb. Bu həm performansı artırır, həm də enerjiyə gözə çarpacaq dərəcədə qənaət edir. Apple iddia edir ki, əvvəlki M3 Pro-dan təxminən 25-30% daha güclüdür. 12 nüvəli CPU və 16 nüvəli GPU var. Yəni həm çox tapşırıqlı işlərdə, həm də video montajda MacBook daha rahat işləyir. Montaj tədbiqlərində 4K timeline'da render zamanı səs belə çıxarmır və eyni anda bir neçə ağır proqramı işlətmişəm. Şəxsi təcrübəmə əsaslanaraq deyirəm ki, masaüstü kompüterimdən qat-qat güclüdür bu. Montaj dedimsə ekran yada düşür. 14.2 düymlük Liquid Retina XDR ekran var. 3024'ün 1904 piksel çözünürlüyündə 120 Hz ProMotion texnologiyası sayəsində görüntü ipək kimi axır. Rəng dəqiqliyi isə çox yüksəkdir. 100%-ə qədər yaxın DCI P3 və 110%-ə yaxın sRGB əhatə dairəsinə malikdir. HDR rejimdə parlaqlıq 1600 nitə qədər qalxır. Normal istifadə zamanı 600 min-nit arası civarındadır. Yəni istər qapalı yerdə, istərsə günəşli havada ekranı ideal şəkildə görə bilirsiniz. Ekran video montajçılar üçün düzəldilib sanki. Batareya da yaxşıdır. Batareya Apple'ın M4 Pro'nun üstünlüklərindən biridir. Apple deyir ki, 18 saata qədər video playback mümkündür və testlərdə özünü doğruldur bu. 18 saatdır. Mən gündəlik internet, Premiere və s. tədbiqlərə təxminən 14 saat real istifadə almışam. Ona görə düşünürəm ki, ola bilər belə bir şey. Enerji saxlamağı mükəmməldir deyərim istifadədə. Daxili texnologiyalar, Wi-Fi məsələsi. Wi-Fi məsələsində biraz narazıyam. Çünki bax, sən gətirirsən, iPhone-a Wi-Fi 7 qoyursan, MacBook-a Wi-Fi 6i qoyursan. Niyə də? Yəni sən axı bura Wi-Fi 7 qoya bilərsən, Bluetooth 5.3 texnologiyası ilə təchiz olunub. Yaxşı ki, Thunderbolt 4-dən Thunderbolt 5-ə çeviriblər. USB-C portlar var burada, Thunderbolt 5. Bir ədəd buradadır, bu USB-C-nin yanında HDMI 2.1 çıxışı var və burada bildiyimiz SD kart yeri var. 2 ədəd burada USB Thunderbolt 5 portu var, burada da 3,5 mm-lik bir qulaqçıq girişi var. Bu isə bizim MagSafe 3 magnetik charging kabelinin yeridir, portudur. Yəni, o bayaq dediyim kabel var, bax, bu. Bu maqnitlə sadəcə yapışır və salam. Baxın, hətta sizə göstərim bunu. Və bunu belə dartsan çıxmır. Yəni dartsan düzdür, sallamır, amma dartsan çıxmır. Ancaq ya aşağı ya da yuxarı hissəyə dartmalısınız ki, bu çıxsın. Düz arxaya doğru dartanda heç vaxt çıxmır bu. Daha demirəm, bunu götürün belə sallandırın, o tutan deyil onu. Belə bir uzun da bir şarj kabeli gəlir. Deyirəm axı, ay Apple, sən bu 70 W'lıq adapteri başlığını qoymuşsan. Nə olar bura 96 W'lıq qoyasan? Gələk sənə artıq pul verək. Qoy da 96 W'lığı bura. SSD. Əlavə olaraq SSD sürəti artırılıb. Oxuma, yazma 7 gigabit saniyəyə qədər çıxır. Yəni faylları saniyələr içində köçürə bilirsiniz. Ən çox xoşuma gələn tərəflərdən biri səs sistemi. 6 dinamikli stereo səs sistemi sizə imkan verəcək ki, həmin o musiqilərdən zövq alasınız. Montajda da həmin o səsin keyfiyyətini hiss eləyə bilirsiniz.
Hətta bunun daxilində studiya keyfiyyətli mikrofonlar quraşdırılıb. Bəzən özüm də hər hansı bir mikrofondan əlavə olaraq istifadə eləmirəm montaj zamanı. Elə öz mikrofonları mənə artıqlaması ilə bəs eləyir. Nəyimə lazımdır? Əlavə mikrofon qoşum, əlavə port tutum. Gül kimi studiya keyfiyyətli mikrofonları var da. Keyboard həminki Magic Keyboarddur. Touch ID də mövcuddur burada. Mən də buna bəzi dəyişiklik eləmişəm. Məsələn, touch panelinə qoruyucu üzlük çəkmişəm. Hətta klaviatura üçün də, keyboard üçün də qoruyucu üzlüyüm var ki, tez cırılmasın. Notebook'un bir dənə mənfi tərəfi odur ki, gələk həmişə bir o eynək silən dəsmallar olur. Onlardan biri əlinizdə olsun ki, barmaq ləkələrini silə bilərsiniz. Bildiyiniz kimi alüminium korpusdur. MacBook'da aktiv soyutma sistemi var, yəni fanlar mövcuddur. Halbuki mən 6 ayda istifadə edirəm, dediyim kimi render eləmişəm. Bir dəfə də olsun o fanın çalışdığını görməmişəm hələ indiyənə kimi. Tam səssiz şəkildə. Nəzərə alsaq ki, mən case'dən, belə böyük bir case'dən MacBook'a keçmişəm. M4 Pro modeli yeni Neural Engine AI əsaslı tapşırıqları da sürətlə yerinə yetirir. Yəni video upscaling, yəni böyütmə, səs təmizləmə və smart redakte funksiyaları daha tez tamamlanır. Ekosistem əla. iPhone, iPad, MacBook arasında keçid superdir. Sadəcə bir dənə məsələ var, AirDrop. AirDrop bəzən görürsünüz ki, belə sözün həqiqi mənasında başı qarışır, bilmir neynəsin. Eyni videonu 2 dəfə telefona AirDrop vasitəsilə köçürmə eləyəndə biri tez gəlirsə, digəri bəlkə də bir 10 dəqiqə, 15 dəqiqəyə gəlir. Gərək həmin əmri ləğv edib, yenidən köçürmə əmri verəsiniz. Niyə bu AirDrop-u düzəldə bilmirlər, bilmirəm. Mənfi tərəflərindən ən önəmlisi MacBook Pro M4'ün performans, ekran, batarya baxımından lider olsa da biraz bahalıdır. Ortalama qiyməti başlanğıc versiyada, yəni məndəki versiya 512 GB SSD, 24 GB RAM-la $2000 civarındadır. Amma bu cihazı alanda mən bilirəm ki, mən bunu ən az bir 7 il müddətinə istifadə eləyəcəm. Bugün 24 GB DDR5 tipli RAM və 512 GB SSD mənim işimi tam görür. Düzdür, əlavə SSD yaddaş kartı almışam, istifadə eləyirəm çünki bu mütləqdir. Qaldı ki, bunun qiymətinə, yəni mən bunu almamışdan qabaq mənə deyirdilər, o qiymətə bilirsən nə sistem yığdırmaq olar? Düzdür, yığdırmaq olar. Çox əla bir custom bir PC yığdırmaq olar. Lakin əlavə istilik, əlavə səs-küy, ciddi şəkildə bir işlə məşğul olmursunuzsa, sadəcə internetdə surfing üçün, serial, filmə baxmaq üçün notebook istəyirsinizsə, Mac istəyirsinizsə, MacBook Air-də sizin işinizi rahat-rahat görə bilər. Yəni 3, 4, bəlkə də 5 il sizi rahat yola verər. Lakin yox, mən daha yaxşı ekran istəyirəm, üzərində HDMI portu olsun, üzərində qulaqçıq çıxışı olsun, Thunderbolt 5 portlar olsun, 120 Hz ProMotion olsun, M4 çipli base modeli ala bilərsiniz. Daha aktiv işlərlə məşğulsunuzsa, yəni video montaj, qrafika, oyunla oynamaq istəyirsinizsə, minimal M4 Pro çipini sizə tövsiyə eləyərəm ki, notebook'u rahat-rahat bir 5-6 il işlədə biləsiniz. Mənim üçün bu gözəl seçimdir. Öz MacBook'umdan, notebook'umdan çox məmnunam. Son söz olaraq onu deyə bilərəm ki, videonu bəyəndinsə kanalıma abunə ol və fikirlərini şərhlərdə yaz ki, suallarını cavablaya bilim. Növbəti videoda daha maraqlı cihazımız olacaq. Xiaomi'dən bahalı telefon. Hələlik, Allah'a əmanada.